rəhmət eləsin. Cavid qısa da olsa bir şey danışacağım. Cavid yəni ki elə bir döyüşçü idi ki, Cavid bir çox şəhidlərin qisasını heç anında aldı. Çünki o qədər dəqiq snayper idi ki, onların snayper mövqelərindən gələn atışları anında hiss edirdi, yerini təyin edirdi. Dəfələrlə özüm şahidim olmuşam ki, elə bir yerdən elə bir atışlar edirdi ki, biz müəyyən məsafədən sonra gəlib həmin məsafəyə çatanda baxırdın ki, adam həqiqətən şoka düşürdü. Bir baş dəli hissəsindən neçə dəfə şahid olmuşuq ki, uzaq mənzilli snayper atışından həmin snayperləri yararsız vəziyyətə salmışdı. Amma həmin snayperlər bizim neçə dənə oğlanlarımızı şəhid eləmişdi, neçə dənə oğlanlarımızı yaralamışdı. Yəni elə bir mərd, qəhrəman olaydı. Həqiqətən biz fəxr edirik ki, elə şəxslərlə çin-çinə xidmət aparmışıq, çin-çinə döyüşmüşük. Caviddən elə bir müddət sonra özüm də yaralandım, döyüşü dayandırdım. Yəni, qismət beləymiş. Qismətdə var idi, o biz tərəfdə görüşmək, qurban olum Allaha, qismət beləymiş, yəqin belə görüşəcəyik. Allah cəmi şəhidlərimizə rəhmət edəsin. Şad olsun. Şad olsun.